Ermənistan parlamentinin deputatı, jurnalist İveta Tonoyan və parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Moskvada keçirilən Yedinaya Rusiya konfransında Azərbaycana qarşı təxribata cəhd ediblər. Yeni Sabah, AzQlobal.info Aza istinadla məlumat verir ki, onlar çıxışları vaxtı Qarabağda etnik təmizlik, ermənilərin hücuma məruz qalması kimi əsassız fikirlər səsləndirərək Bakını ittiham etməyə çalışıblar. Hətta Tonoyan və Şarmazanov Azərbaycana ünvanlı faşizm bənzətməsi etməyə cəhd göstəriblər. Lakin zalda olan azərbaycanlı diplomatlar dərhal etirazlarını bildirib və tədbirin idarəçisini bu təxribatın qarşısını almağa çalışırlar. Moderator bundan sonra hərəkətə keçib və hər iki erməninin çıxışını ayrı-ayrı dayandıraraq sözlərini davam etdirməmələrini tələb edib. Moderator hər ikisini zalda asayişi qorumağa çağırıb. Daha sonra Tonoyan və Şarmazanov çıxış mətnlərini dəyişdirərək 9 may faşizm üzərində qələbənin ildönümü, həmçinin bu müharibədə ermənilərin rolundan danışmağa başlayıblar. Həmin anların görüntüləri Ermənistan kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə maraqla qarşılanıb.